Salam, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Söz var, bir milləti oyadır. Söz var, tarix yazır. Bugün biz sözün o ucalığında dayanmış bir qələmin 15 cildlik salnaməsi ilə tanış olacağıq. Azərbaycan ədəbiyyatının publisistikasının və ictimai fikrinin görkəmli simalarından biri Sabir Rüstəmxanlının çoxcəhətli yaradıcılığı bu 15 cildə bir ömür kimi qarşınıza çıxır. Sabir Rüstəmxanlı tanınmış Azərbaycan şairi, yazıcı, ictimai xadim və siyasətçidir. Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-sində Azərbaycanın Yardımlı rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. Uzun illər Azərbaycan gəncləri, ədəbiyyat və incəsənət qəzetlərində çalışıb. O həm də nasirdir. Roman və hekayələri də vardı. Əsərləri bir çox dillərə tərcümə olunub. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında və ictimai həyatında mühüm rol oynamış, sözə və azadlığa verdiyi dəyərlərlə tanınan ziyalılardandır. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının yenilikçi səsi kimi 1960-cı illərdə meydana çıxdı. Onun Göy Qurşağı, Yurdumun Dağ Çiçəkləri, Gələcəyin Adamı kitabları bir dönəmin poeziya xatirəsinə damğa vurdu. Onun şeirlərində torpaq, vətən, ana, dil sadəcə obraz deyil, bir dəyərdir. Onun sözündə həm kök var, həm gələcək. Sabir Rüstəmxanlının 15 cildlik bu külliyyatı müəllifin bütün yaradıcılıq dövrlərini əhatə edir. Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, piyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və qeydləri toplanmışdı. Üçüncü cilddə müəllifin 1988-2009-cu ildə yazdığı şeirləri toplanmışdı. Dördüncü cildində 2010-2022-ci illər arasında yazılmış şeirləri, 2 silsilə sevgi lirikası və poemaları daxil edilmişdi. İlk Sınaq, Mirzə Cəlil və Son Nəğmə poemaları ilk dəfə nəşr olunur. 5-ci cildinə ona ümumxalq məhəbbəti qazandırmış və geniş yayılmış Ömür kitabı adlı əsəri ilə yanaşı ölkəmizdə müstəqil demokratın, mətbuatın ilk qaranquşu olan məşhur Azərbaycan qəzetində çap etdirdiyi Azərbaycanın Harayı adlı publisist yazılar silsiləsini daxil etmişdi. 6-cı cildində onun bir bəlgesel romanı və öz keçmişinin motivləri əsasında qələmə almış bir povesti daxildir. Xətai Yurdu, Xalq Meydanı adlı roman sənədlər və müəllifin müşahidələri əsasında yazılmışdı. 7-ci cildinə 2 tarixi roman daxildir. Göy Tanrı adlı romanda millatdan çox-çox əvvəl baş vermiş olaylar, o cümlədən türklərin ulu babaları olan və izləri miflərdə yaşayan Oğuz xanın həyatı, keçdiyi yollar və yaydığı tanrıçılıq inancı qələmə alınmışdı. Göy Tanrıdan fərqli olaraq ölüm zirvəsində Azərbaycanın real tarixi, Gəncə hakimi Cavad xanın Çar Rusiyasının işğalçılıq siyasətinə qarşı dirənişi və qəhrəmanlığı əksini tapmışdı. Dil və üslubca bir-birindən fərqlənən bu əsərlər böyük vətəndaşlıq ruhu və yüksək bədiilik keyfiyyətləri birləşdirir. 8-ci cildinə oxucular tərəfindən böyük maraqla qarşılanmış Difai Fədailəri və Akademikin Son Əsəri adlı romanları daxildir. 9-cu cildində ədəbi mühitdə geniş əks-səda doğuran Şair və Şər və Tsunami romanları yer almışdı. 10-cu cilddə kiçik romanları, hekayə və
pyesləri toplanmışdı. 11-ci cildində onun folklorla yazılı ədəbiyyat arasındakı əlaqələr barədə elmi araşdırmaları, Azərbaycan və dünya klassikləri, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında portret oçerklər, ana dilimiz və müasir ədəbi ictimai gedişatla bağlı yazılar yer almışdı. 12-ci cildində ədəbi portretlər silsiləsində olan yazıları, ədəbiyyatımızın müxtəlif nəsillərindən olan qələm sahibləri haqqında məqalələr və kitablar haqqında rəylər toplanmışdı. 13-cü cildində publisistikadan nümunələr, açıq məktublar və elmi fəlsəfi dialoqlar toplanılmışdı. 14-cü cildində xalqımızın taleyi və gələcəyi ilə bağlı düşüncələrdən doğulmuş vətəndaşlığın əlifbası və ümumi lider Heydər Əliyev haqqında xatirələrdən ibarət Ölüm son deyil, Tanıdığım Heydər Əliyev kitabları yer almışdı. Sabir Rüstəmxanlı yalnız yazmır, yaşayır. Hər sətrində özü var. Şairin öz dili ilə özümə bənzəyirəm. Bu külliyat təkcə yazıcının məhsuldarlığı deyil, həm də onun geniş dünya görüşünü, müxtəlif mövzulara olan həssaslığını nümayiş etdirir. Onun əsərlərində Azərbaycanın tarixi, mədəniyyəti, milli kimliyi, ictimai-siyasi problemləri öz əksini tapır. Xüsusilə qeyd etmək lazımdır ki, Rüstəmxanlı yaradıcılığında milli ruh, vətənpərvərlik ideyaları xüsusi yer tutur. Onun qələmindən çıxan hər bir əsər sanki xalqın ürək döyüntüsünü əks etdirir. Rüstəmxanlı yaradıcılığında dil məsələsi xüsusi əhəmiyyət kəsb edir. Onun ana dilinə olan sevgisi, dilin saflığı uğrunda mübarizəsi əsərlərində öz əksini tapır. 15 cild böyük bir ədəbi irsdir. Təbii ki, bütün cildlərə bir təqdimatda nəzər salmaq mümkün deyil. Buna görə də gəlin bu külliyatdan bir neçə seçilmiş əsər haqqında danışaq. Xalq şairi Sabir Rüstəmxanlının Qarabağa dönüş poemasında 44 günlük vətən müharibəsinin qəhrəmanlıq səhnələri ilə yanaşı xalqımızın müstəqillik və bütövlük uğrunda mübarizəsi yüksək bədiiliklə tərənnüm edilir. Bir vətən nəğməsidir hamımızın qisməti. Hamımızın anası, od yurdu Azərbaycan. Qarabağa dönüş həm ərazi baxımından, həm də milli mənəvi cəhətdən doğma vətənin bütövlüyünə qovuşmasının poemasıdır. Bu, ümumiləşdirilmiş şəkildə bütün yönləri ilə bütövlük haqqında poemadır. Milli mənəvi və inzibati coğrafi bütövlüyün uğurlu poetik təqdimatıdır. Xəyalım çoxdan uçub o çəmənə, o dağa. Tələsirəm yol boyu kəndimizə çatmağa. Nəğməsini qəlbimin nəğməsinə qatmağa. Yol üstündə o soyuq, bulaq məni gözləyir. Tükənməz arzularla qucağında gəzdiyim, çiçəyini, gülünü sinəm üstə düzdüyüm. Həsrətinə neçə il tabladığım dözdüyüm. Oba məni gözləyir. Uymaq məni gözləyir. Qəlbə təsəlli gələr neçə sözdən, soraqdan. Anmışam illər boyu o yerləri uzaqdan. Hələ payız gəlməmiş yaşıl donlu budaqdan. Qopub düşmüş bir sarı yarpaq məni gözləyir. Düzləri çiçək-çiçək, bağları düzüm-düzüm. Üzərində əzəldən sevindiyim, güldüyüm. Ana tək ürəyimə daim əziz bildiyim. Borcunu vermədiyim torpaq məni gözləyir. Yaz oldu, yazan oldu. Gül ömrüm xəzan oldu. Mən deyənlər olmadı.
Haqq özü yazan oldu. Bu sözlər Sabir Rüstəmxanlının Atamın Ruhu adlı kitabındandır. Ata həyatdan gedir, sanki dünya silkələnir. Dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da dəyişir. Atamın ruhu Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviyyəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Əsərdə müəllif atasının son günlərini psixoloji dəqiqliklə və bütün övladlarının gözü ilə baxaraq qələmə almışdır. Ata ruhu əsərdə həm övladları nəsil toplayan, bağlayan, ənənəvi, mənəvi dəyərlərdən qorumağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi enerji, dərki çətin olan əbədiyyət havasıdır. Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə şübhə yoxdur. Əsərdə bu həqiqət, müşahidə və bədii yolla təsdiqini tapır. Saçına düzülən ağ izlər kimi, yoluna sərilən gen düzlər kimi, ay kimi, gün kimi, gündüzlər kimi. Mən səninləyəm. Göylər ulduzladı, zirvə qarladı. Ana qayğıyladı, ağac barladı. Ürək nəğmə elədi, dağ vüqarladı. Mən səninləyəm. Sənsiz hər nəfəsim dərdə boyansın. Qəmdən qisasım var, hələ dayansın. Yollar ha uzansın, həsrət hayansın. Mən səninləyəm. Mən səninləyəm. On 15 cildlik külliyyatı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Bu əsərlər hər bir Azərbaycanlının oxumalı olduğu, milli kimliyini dərk etməsinə, tarixinə sahib çıxmasına kömək edən dəyərli mənbələrdir. 15 cild, 15 mərhələ. Bir ömrün illərlə daşdan daşa yazılan tarixçəsidir. Bu kitabları oxuyan təkcə şairi yox, xalqı da tanıyır. Sözlə yazılmış tarix xalqın öz yaddaşıdır. Bugün biz Azərbaycan ədəbiyyatının böyük ustası Sabir Rüstəmxanlının zəngin və çox şaxəli yaradıcılığına nəzər saldıq. Onun 15 cildlik külliyyatı əsl söz xəzinəsidir. Ümid edirik ki, bu təqdimat Rüstəmxanlı yaradıcılığına olan marağı daha da artıracaq və izləyicilərimizi bu dəyərli əsərləri oxumağa həvəsləndirəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun. Sağlıqla qalın.